iynələr məhz şəkərli diabet xəstələri üçün. Düşünün, şəkərli diabetin də əgər bu xəstəlik varsa, eyni zamanda kilosu həddən artıq çox olanlar üçün nəzərdə tutulabilir ki, məqsəd nədir? Hipotalamus təsiridir, iştah mərkəzinə toxunaraq iştahadan insanı azaldır, şəkəri aşağı sala bilir. Amma hər arıqlamaq istəyən də bunu istifadə edərsə, o zaman onlarda hipoglikemik vəziyyət baş verir. Yəni şəkərin ani düşməsi nəticəsində bir sıra fəsadlar baş verir və məsələn, hər il bu molekulanın digər ardıcılığı gəlir də, daha dərin məsələn, kognitiv funksiya təsirindən, beyin üçün, digər simptomları aradan qaldırmaq üçün deyək ki, təsir edici olan, xüsusiyyəti olan preparatlar cad olunur. Amma mən daha çox bizim coğrafiyanın insanlarının qeyri-adekvat münasibətinə təəssüflənirəm. Çünki bizim insanlar həmişə hansısa möcüzələr axtarırlar. Bu, baxın, iki kateqoriyadan ibarət bir cəmiyyətdə belə cərəyan var da. Daha az büdcetli insanlar, arıqlama kofesi, arıqlama çaylarının tabletlərini üstünlük verirlər. Daha böyük büdcetli insanlar isə bu cür arıqlama iynələri deyib düşünür və hamısının da gözləntisi bir dəfə istifadə edəcəm, həmən arıqlamaya başlayacaq. Halbuki bu, dietologiya elminin ciddi şəkildə bütün müddəalarını pozur. Çünki dietologiya elmi nə deyir? O deyir ki, iştahadan kəsmə, sən yiyərək arıqla və burada orta dərəcədə prinsipi önəmlidir, ona görə də porsiyalar önəmlidir və burada köklüyün səbəbi müalicə olunmalıdır. Halbuki bu iynələrlə köklü səbəbi müalicə olunur mu? Gəlin ona baxaq və o yüzdən də fəsadları var.